çok saxtalar. İrana humanitar yük daşıyan avtomobillər artıq Astara Cənub sərhəd buraxılış məntəqəsinə çatdı. Şimal-Cənub dəhlizi üzərində yerləşən bu məntəqə vasitəsilə yük avtomobilləri fasiləsiz olaraq qarşı tərəfə keçə biləcəklər. Elə buna görə də humanitar yüklərin tez bir zamanda qarşı tərəfə keçməsi üçün məhz nəqliyyat vasitələri bu dəfə bu yolda qarşı tərəfə hərəkət edəcəklər. Bundan öncə isə ilk humanitar yüklər digər cənub qapısı olan Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrana yola salınmışdı. Yok. Ha?